Mart'ın 18'i məktəbimizdə Novruz tədbiri idi. Mən də səhər tezdən sevinç və həyəcanla başladım məktəbə hazırlaşmağa. Tədbirimiz gözəl bir rəqslə başladı. Tədbiri gözəlsiz ana çəkəli isə mən idim. Sosyal şeker çıksından sonra sınıf yoldaşlarımla mahnı okuduk, şeyler dedik. Sağ olsun müəllimlərimiz bizi tədbirə çox gözəl hazırlamışdı. Arı mahnısından sonra bayan mahnısını okuduk. Mahnılardan sonra sınıf yoldaşlarım gözəl və təbrik dolu şeylərlə çıxış etdilər. Bir elde tatlar, bir elde oyuncaklar, açık görünce yaz gelsin, bahar gelsin. Bu Novruz bayramında dem geçsin, sevinç gelsin. Sizlerle yolunda, yerlerinize şalım. Aşırı dışarılarıyla, çölüler avatalım. Yapılaşıp yerlerine, tabiyyat yükseltleri. Ben hoştur ve terime, bayramlar boşaltları. Yılaklı çarşamlarını, bir başka bir yollarını. Eski sözlerden gelir, onu şaşıp soralım. Tədbirin sonlarına yaxın uşaqlar rəqs edib yumurta dönüşdürdük. Və beləcə Gözəl Bayram tədbirinin sonuna gəldik. Sonda şeirimdə də dediyim kimi, nə xoşdur vətənimə bayramlar qoşa gəlir. Həm baharı elçi olan Novruzu qarşıladıq, həm də müqəddəs Ramazan ayını dualarla yola saldıq. Bu qoşa bayram sevinci ilə hamınıza ən səmimi arzularımı çatdırmaq istəyirəm. Arzu edirəm ki, dünyamızda hər zaman sülh olsun. Müharibələr olmasın. Gözündə izzət istiyor, zəngli şarlar uçulsun. Bayramlarımız mübarək olsun.